Kanalıma hoş geldiniz. Ben hardayam. Dünenleri o kadar yorgun oldum ki, o kadar yorgun oldum. Dedim ümumiyyətlə mən yeni bir tətilimin əvvəlini çəkməyəcəm. Çünki hamısı eyni oxşar olur. Aeroportdan samolyot, samolyotdan gəlib çatmaq. Ona görə mən yeni ölkədən sizi salamlayıram. İtaliyadan, Romadan sizi salamlayıram. Bəli, mən axır ki gəldim, çatdım. Mən axır ki çox istədiyim bir ölkədəyim, çox istədiyim bir şəhərdəyim. Və səbəb isə qızımın ad gününə görə gəlmişik bura. Dünən axşam ona çox yorulduq. Saat 10-a qalmış biz Azərbaycandan uçduq. Axşam bizim saatla hardasa 3-4 işləmiş çatdıq və orada taksi gözləmək, necə taksi gözləmək? Bizim reysimiz gecikdi, 20 dəqiqə gecikdi. 21:20-də uçmalıydıq, 21:40-45-də biz uçduq. Reysimiz gecikdiyinə görə oteldən biz taksi sifariş vermişdik ki, bizi aeroportdan qarşılasınlar. Amma o 45 dəqiqə gözlədi, bagaj falan götürənə qədər biraz vaxt uzanır axı. 45 dəqiqə gözlədi deyənə, qaqaşın ürəyi sıxılıb, çıxıb gedib qayıdıb. Ona görə biz orada gözləməyə baxıracaq. Axıraca yəni gözləyib əslində, yəni əlavə olaraq, artıq olaraq gözləmək. Biz neçə dəfə yazdıq ki, bizim reysimiz gecikib, biz bagaj gözləyirik. Yəni force majordur da vəziyyət. Yox, çıxdı getdi. Biz də ona görə bir xeyli çox az əslində gözlədik. Bir taksi gözlədik ki, gəlsin, eləsin. İstanbulda necə olur, taksilər gəlir bir düşürdülər, götürürlər, gedirlər. Burada da elədi eynən. Ona görə taksiyə mindik, gəldik. Yorğunum, rəsmi artıq yolda yatıb durmuşdu deyəndə, biraz da yuxusu qaçmışdı. Mən dedim, yatıram mən. Ona görə ata-bala nə istəyirsiniz edeyim. Bir də yarım saatlıca gözüm açdım, gördüm ki, ikisi də yatıb qalıb. Biz hazırlaşım, gedirik İtaliyadan tanış olmağa. Gəlmişik səhər yeməyinə. Burada bir dənə kafe tapdım səhər yeməyi üçün. Yəni Romaya gəlsəz bura mütləq gəlin. Bizim otelə biraz yaxında, hardasa pişkom gəldik. 9-10 dəqiqəlik bir yoldur. Adını deyə bilmirəm. Siyasçıya yazılıb kafenin, amma adını düzgün oxunuşunu bilmirəm. Bax, belə bir yerdir. 1919-cu ildən bura işləyir, fəaliyyət göstərir və təsəvvür edin, 1919-cu ildən bu yer məşhurdur bura, belə. Düzdür, yəni bizdə olsa, məsələn, çox köhnə yerlər artıq biraz belə wow, bir lüks yer olar, amma bunlarda yox, sadəliyi qoruyurlar. Ata-bala oturublar, səhər yeməyimizi gözləyirik. Belə bir rayondadır. Və məhəllələri çox qəşəngdir, çox xoşuma gəlir. Məsələn, bunlarda belə açıq yeridir, amma bağlıdır. Çünki bazar günüdür. Bazar günü demək olar ki, burada hər yer bağlı olur. Hər yer, marketlər, mağazalar, apteklər, yəni tək-tük hardansa nəsə tapa bilərsən ki, açıq yer. Amma çox istidir, baxmayaraq ki, hələ saat 12-yə işləyib. Neçə dərəcə istilik olar? 37 falan var, hə? Biraz az, amma gün ortayacan 37-40 olar. Çox istidir və havada nəmişlik var, yəni. Yapış-yapış olursan. Ala danış, səndən sosanı ver, danış. Danış. Bura bax, danış. Və yeməklərimiz gəldi. Məndə salmondur, balıqlı. Bunu Azərdən fırlatmışam, pendiri. Badımcan, kabaçok, belə tərəvəzli. Jasmində omletli badımcan. Kabaçok göbələk. Azərdə də ən qəşəngi Azərdədir. Bikon. Neydi orada? Mozzarella, pomidor. Bu Azərin kapuçinosu. Jasminin çayı. Mənə də Lorenzo dedi ki, Aksan, sənin buranın özəl kofesini gətirəcəm. Bu da elə bir ki, Türk qəhvəsi kimi bir şeydir. Jasmin, baxım sənə. Əlinə nə oldu? Baxın. Beğenledin ellerini. Ciao, buongiorno. Welcome to Shasha. Coffee special. Andiamo? Oddio, questa non me l'aspettavo. What's your name? Lorenzo, nice to meet you. This is a room inside.
e Daniela. Hello, Daniela. Ciao. Vieni, vieni. Eccolo, sta facendo Fede Director. Hello, come here. Vai. Vai. Barnaba, tieni. Hello. Say something for my YouTube channel for us. Yeah, but I don't speak English, lady. In italiano it's okay? Yeah, ok. Buongiorno signori. Allora mi sto prodigando orora nella preparazione del marzalino, che è la nostra specialità. Noi serviamo del gelato allo zabaione, prodotto con il nostro liquore al marsala, Sciascia, prodotto in Sicilia. Secondo ricetta antica, questa ricetta è centenaria. Adesso potete osservare la preparazione, mi inquadri bene. Allora, mettiamo una sfera sotto di zabaione, tazza gelata perché altrimenti il gelato non fa grip. Dopodiché scaldiamo il dorso della pala e creiamo un piccolo buco, a little hole, ok? E poi ci versiamo un bel caffè ristretto. Wow! Ecco Roberto. Voilà. Thank you. Thank you. Size dondurmalı kofe hazırlandı. Thank you Lorenzo. Ti Bye. aspettiamo da Sciascia. Şaşa. Ciao. Jasmine'in Ferrari'si. Ve gözlemeleri olacak. Kölgədə dayanan çox istidir hava. Aşırı istidir. Buranın küçəsini belə göstərim sizə. Bizim otelimiz çox ideal yerdədir. Yəni bu belə sakitçilikdir. Düzdür, bazar günüdür, adam da azdır, maşın da azdır, onlar olur. Amma yenə də bizim qaldığımız yer çox ideal yerdədir. Yəni ətrafında bir çox kafelər var. Hələ ki tam mağaza çıxmayıb qabağıma. Aptek çıxıb, optik çıxıb, amma market falan hələ ki çıxmayıb. Amma belə atmosferi çox qəşəngdir. Bu da yaman belə qurumuş yarpaqlar var. Elə bir payız. Bu nə qədər isti olur ki, yarpaqlar da qurur. Sağa gedək. YouTube kanalım üçün nəsədinə sağ olsunlar, bütün belə action yaratdılar. Kafenin içində hamı baxırdı ki, bunlar neynirlər? Şaşa. Kafenin adı Şaşa idi. Yəni o hərfi Skasiyasa yazılmışdı, amma Şaşa oxunur. Şaşa. Gəlsəz Şaşa 1919-cu ildən olan kafeyə mütləq gəlin. Özdə əsaslı səhər yeməyin. Yəni axşam inanmıram o yeməklər gedər orada. Əsas buterbrod falan belə bowllardır. Bir nəfər ucu yıxılır. Yoxsa gəlir. Nə vecində yeyib, içib, oynayıb, gəzib. İndi uzanıb taxt tacında.